Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş Heydər Əliyev irsi, Azərbaycan Konstitusiyası və Suverenliyimizin bərpası adlı elmi praktik konfrans keçirilib. Konfransda Prezident Kitabxanasının və Qarabağ Universitetinin əməkdaşları, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfrans ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu adlı video çarx nümayiş olunub. Konfransda çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında duran əsas hədəflərdən söz açıb. Sonra Prezident Kitabxanası adından Qarabağ Universitetinə kitabların hədiyyə edilməsi ilə bağlı akt təqdim olunub və kitabların sərgisi keçirilib.